Ağsu Aqroparkında müasir kənd təsərrüfatı modelinin tətbiqi ilə bağlı mediatur təşkil olunub. Jurnalistlər Aqroparkın fəaliyyəti və innovativ yanaşmalarla yerində tanış olublar. Mediatur zamanı jurnalistlərə təsərrüfatın fəaliyyəti barədə məlumat verilib. Azərbaycanda kənd təsərrüfatının modernləşdirilməsi və innovativ texnologiyaların tətbiqi istiqamətində həyata keçirilən layihələr arasında Ağsu Aqroparkı özünü fərqləndirən təsərrüfat nümunəsidir. 2018-ci ildən fəaliyyət göstərən Aqropark 1843 hektar ərazidə yerləşir. Cari ildə 600 hektar buğda, 600 hektar arpa, 400 hektar qarğıdalı, 200 hektar isə yonca əkilib. Hazırda qeyd edə bilərəm ki, Ağsu Aqropark öz fəaliyyəti sahəsinə görə ölkədə top 3 aqropark sırasındadır. Aqroparkda müasir texnologiyalardan və innovativ yanaşmalardan geniş istifadə olunur. Qabaqcıl ölkələr Amerika Birləşmiş Ştatları, İsrail kimi qabaqcıl ölkələrin kənd təsərrüfatı sahəsində olan təcrübələrini geniş istifadə etməklə yüksək keyfiyyətli məhsuldarlıq əldə edilir. Aqroparkın suvarma sistemi də dünya təcrübəsinə əsaslanır. Hal-hazırda ümumi ərazinin 1500 hektarından çoxunda pivotaltı suvarma sistemi quraşdırılıb. Bu texnologiya torpağın su ehtiyacını optimal şəkildə ödəməklə məhsul keyfiyyətinin və davamlılığının artmasına imkan yaradır. Buradan aydın olur ki, əkin sahəsinin 80%-dən çox hissəsini müasir suvarma sistemi tətbiq olunur. Dövlətin xüsusi verdiyi subsidiyalar sayəsində kənd təsərrüfatı geniş şəkildə respublikamızda inkişaf edir. Subsidiyaların günü-gündən inkişaf etdirilməsi, tətbiqi, suvarma sistemlərinin və innovativ texnologiyaların tətbiqinə böyük kömək olur. Aqroparkın ən mühüm sahələrindən biri isə heyvandarlıqdır. Burada hazırda 2200-dən çox iri buynuzlu heyvan bəslənir. Onların əksəriyyəti Avstriya və Almaniyadan gətirilmiş simmental cinsinə aiddir. Mütəxəssislərin sözlərinə görə bu cins süd məhsuldarlığı baxımından digər yerli cinslərdən xeyli üstünlüyə malikdir. Orta süd verimi gündə 26 litr təşkil edir. 2024-cü ildə 4 milyon litr süd və 360 ton ət istehsal olunub. İndiyədək 15 milyon litrdən çox süd əldə edilib. Mediatur çərçivəsində jurnalistlərin suallarını cavablandıran İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi bildirib ki, aqroparklar kənd təsərrüfatında müasir yanaşmaların tətbiqini təmin edən əsas platformalardan biridir. Hazırda 24 aqropark qeydiyyata alınıb. Bunlardan 22-si özəl, ikisi isə dövlət aqroparklarıdır. Aqroparkların fəaliyyətinin təşkilinə, o cümlədən genişləndirilməsinə dövlət tərəfindən daima dəstək göstərilib. Belə ki, 16 aqroparkın fəaliyyətinin təşkilinə və genişləndirilməsinə Sahibkarlığın İnkişaf Fondu tərəfindən 142 milyon manatdan çox güzəştli kredit ayrılıb. O cümlədən 17 aqropark texnika və texnoloji avadanlıqların idxalı zamanı öz vəsaitlərindən 16 milyon manatdan çox qənaət ediblər. Ağsu Aqroparkı müasir kənd təsərrüfatı modelinin uğurlu tətbiq nümunəsidir. Hazırda burada 200 daimi, 240-250 mövsümi işçi çalışır. Aqropark modeli yalnız iqtisadi deyil, sosial baxımdan da bölgələrin inkişafına töhfə verir və ölkənin ərzaq təhlükəsizliyində mühüm rol oynayır. Əhməd Kərimli, Cavanşir Seyfəddinoğlu, Kanal S xəbər.